Bu dəfə Qarabağı tanıtmağa Bərdədən başlayırıq. Bərdə Diyarşünaslıq Muzeyi, Allah türbəsi, İmamzadə türbəsini ziyarət etdik. Allah türbəsinin belə adlandırılmasının səbəbi isə üzərindəki naxışlarda Allah sözünün həkk olunmasıdır. Növbəti olaraq İmamzadə türbəsi əvvəlcə türbə kimi inşa edilmiş, zaman keçdikcə ziyarətə çevrildiyindən onun ətrafında məscid inşa edilmişdir və beləliklə dini abidə kompleksi yaranmışdır. Daha sonra isə Suqovuşana getdik. Orada gedən döyüşləri gözümün önündə canlandırdıqca gözlərim dolurdu. Deyilənə görə ən çox şəhid verdiyimiz yer də məhz buradır. Təxmini 700 şəhid. Çox böyük, açıq bir ərazi və kənarında düşmənin dayandığı hündür dağlarımız. Növbəti olaraq videolarda çox gördüyüm Vəngli kəndi idi. Ağdərədə yerləşən bu kənd biraz uzaqda yerləşsə də mütləq bir dəfə gəlib görülməli yerlərdəndir. Elə bil dağı yarıb çıxmış şir. Dərənin ortasında düzəldilmiş nəhəng gəmi çox maraqlı görünürdü. İkinci gün isə Malıbəyli şəlaləsi və Xankəndi gəzintimizlə günü yekunlaşdırdıq. Qarabağdan hamınıza salamlar.